50-liyi olan bir sıra şəxs robotik reabilitasiya xidmətlərinə cəlb olunub. Sözü gedən robotik terapiya əsasən nəyə kömək edir? Neçə şəxs bu vasitədən yararlana bilib? Ətraflı əməkdaşımız Mədinə Həmidova xəbər verəcək. Mədinə, salam, hər vaxtın xeyirli olsun, buyur sən işləyək. Salam, hər vaxtınız xeyir olsun, xoş gördük sizi. Bəli, hazırda elə önündə olduğumuz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq vətəndaşlara reabilitasiya və digər sosial xidmətlər göstərilir. Son illərdə tətbiqinə başlanan yeni xidmətlərdən biri də robotik terapiya xidmətidir. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən məlumat verilib. Nazirliyin məhz qeyd etdiyim şöbəsindən verilən məlumata görə son illərdə mərkəzdə 2500-dən çox vətəndaş, yəni 50-li olan vətəndaş məhz yeni robotik terapiya xidmətindən faydalanıb. Nədir robotik terapiya xidməti? Bir qədər mahiyyətinə diqqət çəkək. Belə ki, 50-li olan vətəndaşların məhz sinir sisteminin bərpası və müalicəsində mühüm əhəmiyyət kəsb edir. Qeyd olunur ki, məhz sinir sisteminin bərpasına mümkün olan funksionallığına bərpa etməyə kömək edir. Eyni zamanda insult, travmatik beyin və onurğa beyni zədələnmələri, Parkinson, şaxəli, skriloz, serebral iflic və digər diaqnozlu 50-liyi olan şəxslərin sosial, psixoloji və fizioterapevtik reabilitasiyasında da həmin üsul tətbiq olunur və mahiyyəti barədə də məhz qısa da olsa məlumat diqqətinizə çatdırmağa çalışdıq. Bizim bu barədə məhz açıqlama ilə bağlı detallar barədə çatdıracağımız informasiyalar bunlardan ibarət edir. Söz yenidən xəbər mərkəzimizdədir. Təşəkkür edirəm Mədinə, ətraflı məlumat çatdırdığın üçün. Elə bu canlı bağlantı ilə də bu saat olan buraxılışımızı burada yekunlaşdırırıq. Saat 19-da görüşmək üzrə. Hələlik.